Bu günləri biz bura yığışmışıq ki, əziz və dəyərli bir şəxsi, Böyük Vətən müharibəsi iştirakçısı olan Əziz babanın yurdudur. Bu yurda yığışmışıq, onun ruhu şad olsun. Feyyaz babamla birgə çiyin-çiyinə vuruşub, Böyük Vətən müharibəsində Xarkov ətrafı gedən döyüşlərdə qəhrəmancasına vuruşublar və yaralı halda Almanlara əsir düşüblər. Bu böyük bir tarixdir. Tarixdə elə insanlar var ki, onlar bioloji qohumluqları var, amma bunların heç bir bioloji qohumluqları yoxdur. Bunlar yəni ata bir, ana bir qohumluqları yoxdur. Amma bunlar ata bir, ana bir qohumluqdan da üstündülər. Çünki bunlar bir yerdə vuruşublar. Ən çətin günlərdə, ən nətər deyərlər, keşməkeşli günlər görüblər. Mən də özümü borc bildim, gəlib onun davamçısı olan Hacı xanımı ziyarət edeyim. Nəvəsi, nəticəsi, bütün qohum əqrabaları buradadır, sağ olsunlar, onlar da yaxşı qarşıladılar məni, təşəkkür edirəm. Və Rusiya Mərkəzi Arxivindən əldə etdiyim və Almaniyadan əldə etdiyim sənədləri, rus dilində və alman dilində olan sənədləri istəyirəm Hacı xanıma təqdim edəyəm. O da yeni nəsil nümayəndələrinə təqdim edər. Gördüyünüz kimi təqdim edirəm. Allah rəhmət eləsin. Buyurun Hacı xanım. Çox sağ olun. Allah razı olsun. Çox sağ olun. Səvərkarsınız, çox sağ olun. Bu da həm Feyyaz babamın, həm də Əziz babanın şəkilləridir. Kiçik formada. Çünki mən Rusiyadan gəldim deyib böyük formada gətirə bilmədim. Bu məqalələr də hazırlandı. Bu vaxtda məqalələr də yazıldı. Elə bunları da təqdim edirəm Hacı xanıma. Allah razı olsun. Allah sizdən də razı olsun. Çox böyük iş görmüşsünüz. Dilbəfərmişsiniz. Canınız sağ eləsin, əziyyətlər çəkmişsiniz. Çox ağır yollar çəkmişsiniz. Bunları ərsəyə gətirmək üçün. Mən də çox şad oldum. Bugün üçün biz o kişilərin nəvələri bir yerdə qoşuldu inşallah. Allah qoysa onların dostluğunu inşallah biz davamçı olarıq. Amin inşallah. Gənc nəsil olaraq biz yaşadarıq inşallah. Amin inşallah. Siz də xoş gördünüz. Bir daha da xoş Sağ ol qardaş, çox sağ ol. Allah razı olsun. Çox Allah sağ ol. razı olsun. Bu həyətə, bu elə obuya həmişə toya bayrama, xoş günlərə gələk inşallah. Bir də bax, bunların ondan sonra dostluqlar olun. Əlbəttə, müharibədən sonra da bunlar bir-birlərinin evinə girib gəliblər, davam elətdiriblər. Bax da çay qalalarında gedəndən də çaya gedədim Allah'ın çıxır. İndi də biz davam elətdirməliyik bu yolu. İnşallah, inşallah. Allah'ın izniyle. Həmişə devlət yanında ucasan, Allah yanında ucasan, bir də uca olasan, nəvələrimin də böyüyü sənsən, xeyir işlərimizdə bir yerdə olasan, Allah razı olsun. Bunların ən çətin günləri məni çox belə kövrəldir, olduqca. Çünki biz 2-ci Vətən müharibəsini, 1-ci Vətən müharibəsini görmüşük. Amma bunları görməmişik biz. Bunlar canlı şəhiddirlər. Hər ikisinin altında adları var. Uşaqlar, ulu babalar da bunlar. İnşallah sizə də izah eləyərik. Eşitiniz, qulaq astınız. Nə gözəl. Çox-çox bugün möhtəşəm gündür, gözəl gündür, gəlin. Allah rəhmət eləsin. Alba boy görgün. Məkanlar səndə. Sahibi Allah rəhmət eləsin. İlyəsi, dünyasını dəyişir neçə ildir, ancaq bunlarla mən dərdim sərim bunlarla. Elə bayaq deyirdi, bir körpə vaxtından bizi inəsəz. Atamın böyük nəvəsidir. Ataları xeyriyyəçi kimi idi. Bir xanımı Tərəvəzdə bir gələn qabaq daxilə maşınlar aldadırmışlar, yəni pul sarıdan Tərəvəzdə. Gəlib onun yana deyib, onun sahibi yoxdur. Ona da bilməzsə, biz onun qardaşıyıq. Həmən ili onda xanım elə yəsiz qaldı. Sağ olsun, çox sağ olsun, Allah razı olsun. Sizin bütün ailə üzvlərinə təşəkkür var mənim. Mən də qapınızı açacağım inşallah. Sizi görməyimə şadam. Sağ olun Hacı xanım, Allah razı olsun. Dördüdü yoxdur mənim sevincimi. Gələcəm ona elə rəhmi eləsin, gələcəm inşallah. Allah sağ olun, minnətdarım. Bismillahirrahmanirrahim. Bu günləri biz bura yığışmaqdan məqsədimiz Böyük Vətən müharibəsi iştirakçısı Əziz kişinin ziyarətinə gəlmişik. Əziz baba mənim Feyyaz babamla birgə Böyük Vətən müharibəsində iştirak ediblər. Çiyin-çiyinə vuruşublar. Xarkov ətrafı gedən döyüşlərdə
yaralanıblar və yaralı halda Almanlara əsir düşüblər. Bir yerdə əsir düşərgələrində saxlanılıblar. Sonra İngilis komandanlığı tərəfindən 2909 nömrəli eşelona təhvil veriliblər. Bunlar çox əziyyətlər görüblər, çox zülmlər görüblər. Bu dediyim sözlər hamısı arxiv sənədlərə əsaslanır. Allah onlara rəhmət eləsin. Əziz babanın ruhu şad olsun, məkanı cənnət olsun. Mən də özümə borc bildim ki, əziz babanı gəlib ziyarət eləyək. Şad olsun, məkanları cənnət olsun, yerləri behişt olsun. Allah sizə də can sağlığı versin. Allah sizdən də razı olsun ki, gəldiniz, dualar etdiniz. Biz də əlbəttə sizə təşəkkür edirik. Minnətdarıq Hacı xanım, sizə də ayrıca minnətdaram ki, siz məni burada tək qoymadınız, nətər deyirlər, dəstək verdiniz. Bunlar sənin var, mənə təşəkkür edib daim oğlan, Hacı qardaşım, təşəkkür edirəm. Sağ ol, sağ olun. Allah razı olsun. Sizə Mehmet təşəkkür edirik. Çox sağ olun. Allah razı olsun. Əziz babanı gəlib burada ziyarət edəcəyik. Bizim yanımıza saldığınız onların əsir düşməkləri, onların müharibada iştirak eləməkləri. Allah sizdən də razı olsun. Biz sizə minnətdarıq. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Amin. Allahdan istəyirik, Allah sizin başınızı uca eləsin. Adınız sanız böyük güzel yerlərdən gəlsin inşallah. Allah Hacı xanıma, balalarına can sağlığı versin. Amin. Gülümüz oğlu təvəkkül qardaşımızdır. Allah kömək olsun, ağsaqqalımızdır. Həm də ki, bu ağsaqqalların belə deyək də xatırlanmasında bizə dəstək olur həmişə. Həm də ki, onların getdiyi yolları bizə xatırladır. Biz də çalışacağıq ki, İnşallah bu ağsaqqalların yollarını davam etdirək. Bizim borcumuzdur. Həm sizlərə, həm də Gülümüz oğluna minnətlər bilirlər ki, bunları bizə tanıtdırırsınız, tanıtdıracaqlar da. Allah hamımızdan razı olsun. Bir daha təşəkkür edirik sizə. Çox sağ olun. Sağ olun, minnətlər. Uzaq yoldan gəlmişsiniz. Borcumuz. Burada ziyarətdə iştirak etmişsiniz. Çox sağ olun. Var olun. Sağ olun, minnətlər. Necə çox sağ ol deyirəm, xoş gəldin deyirəm. Çox əziyyət çəkmişsiniz ki, gəlib xatırladırsınız bizə. Hər iş var. Allah rəhmət edəsin. Əziyyət çəkməlidirlər. Bu müharibə belə şeydir ki, bütün şəhidlərimiz Allah rəhmət edəsin. Amin. Kifayətdir. Hazım başlarda qoşuruyor, minnətdar olun. Teşekkürler. Hacı xanım, siz də buyurun. Bismillahirrahmanirrahim. Bu Raşana veciri deyil. Hər bir şey yuxarıdan gəlmədi. Uşaqlar böyük and içənə deyir ki, o göydəki Allah haqqı. O qədər ev kişisi evə gələndə kişi gəlir deyirlər. Kişi sözünün mənası Allahın varlığından əlaqələrdir. O da hamdan böyük odur, nə kişinə qadın demək olmaz, doğrudur. Bu iş yuxarıdan gəlmədi. İstər məndə daimlarını bilir. Babam birisi qızlar bilir ki, körpəliyinlə onların əlində böyümüşəm. Bunların aqsabı yuxarıdan gəlmədi. Neçə ilin əziyyətidir. Gəlib bu günlərlə və nəticələr nə üçündürlər? Gəlib bu günləri gündəmə gətirmişsiniz. Sizin o tribunalda işləməyiniz, mənim Həzəslanovdan danışmağınız, məni telefonla tapmağınız, o zəhməti çəkmək gözü halal edin bizə. Halal xoş. Allah razı olsun. Ürəyim istədi, mən də getdim, babanı ziyarət elədim orada. Fəyəzəlimi ziyarət elədim. Sən gördün, mən zəng elədin, dedim ki, Hacı, dedim ki, nə gözəl belə, ona da rəhmət edin, Allah razı olsun. Sən də evimizin böyüyü, nəslimizin böyüyü, sən görübsən o günləri, Fəyyaz Daygildə sən olursan, izah eləmirsən, orada var, Rəbbi müəllim iştirak edib və deyib orada da gözəl söz, Qürvəli deyib orada gözəl söz. Deməniz odur ki, yuxarıdan gəlmərlər, yerləşənə gəlib, haqq olduqlarına görə bugün gündəmə gəlir. Mən bura qədər hamınıza təşəkkür edirəm. Sağ olun. Razı olsun. Cəmiyyətdə olduğuma görə mən bu işi mənsindən rast gəldim. Allah razı olsun ki, bu işi gördük biz inşallah. Hamı ilə bir yerə. Siz də mənə dəstək oldunuz. Sağ olun. Çox sağ olun. Bizim şəhidlərimiz var. Elə bunlar da canlı şəhiddirlər. Yəni, neçənci ildən canlı şəhiddirlər bunlar da. Və şəhidlərdə iştirak edin. Dağlı görürüm sənin şəbəkələrdə. Fəxrinizsiz, Allah razı olsun. İcra ilə zatla bir yerdə görürüm hamınızı. Şəhidlərimizdir. Belə bir vətən müharibəsinin insanlarıdır. Onları gəlin, elə bir an burada Allah xatirinə anağım. Allah qəbul edəsin. Allah qəbul edəsin. Allah qəbul edəsin. Çox sağ olun. 9 manada tələbə var, aparacaqsın bura. İnşallah, bəli, inşallah. Allahın izni ilə aparacaq, inşallah. Bir daha təşəkkür edirəm və arzu edirəm ki, bu körpün ki, bizim babalarımızı qoyub,
biz bu körpünü davam etdirək. İnşallah. İnşallah. Sağ olun, minnətdarım hər birinizə. Allah rəhmət eləsin.